nəfər idilər. Əbu Bəkirlə Məhəmməd sallallahu əleyhi və səlləmdən bəhs olunur. Allah deyir bunu. Baxın, hədislə mən sizə Allah orada Əbu Bəkir demir, tamam mı? Hadi bir də xahişim, diqqətlə qulaq asın. 2 nəfər idilər. Mağarada gizləndilər. Mağarada gizləndilər. İxtilaf yoxdur. Üzr istəyirəm. Bəs onun Əbu Bəkir və Peyğəmbər olduğunu biz hardan bilirik? Necə? Biz hardan bilirik? Necə? Quranı oxuduq, orada deyir ki, 2 nəfər... Çünki Mədinədə nazil olub ayət. Surə. Siz nə bilirsiniz ki, o Mədinədə nazil olub? Tövbə surəsi Mədinə. Çünki 114 dənə surənin 90-ı Məkkədədir. 110 mən mütəxəssisiyəm də bu. Yox, siz bildiniz. Mən sizə bir şey deyirəm. Qurani-Kərim qurtardı. Bax, burada bu dəqiqə sizə deyəcəklər ki, hə, ay sağ ol. Orada deyir ki, orada 2 nəfər idilər. O birisi o birisinə dedi ki, qorxma, Allah bizləndir. Hə, bunun birinin Peyğəmbər olduğunu biz anlayırıq. Digərinin siz deyirsiniz ki, Əbu Bəkirdir. Bəli. Tarixi faktdır, mənim onda bir şey yoxdur. Yox, tarixi faktdır. Hicrət dövrü var. Yəni Məhəmməd Peyğəmbər Əbu Bəkirlə bir yerdə gediblər. Bəli. Yəni burada başqa bir şey yoxdur. Yəni bax, o hədislərdən həm də öyrənirlər də o tarixi. Bismillahirrahmanirrahim. Həmçinin Baq TV-nin keçən dəfəki efirində bir məsələyə toxundular. Belə ki, Uca Allah Quran-Kərimdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Məkkədən Mədinəyə hicrət etməsinə işarə eləyir və mağarada 2 nəfərin olduğunu bildirir. Orada Turan bəy çox gözəl vurğuladı ki, hədisə inanmasaq, bu ikinci şəxsin kim olduğunu biz necə bilək? Orada isə Elşad Miri adəti kimi suala cavab verə bilmədi. Hətta şütüyüb başladı, başqa mövzuya keçdi ki, Quranda misal üçün qadınları vurun, döyün ayəsi var ki, belə tərcümə olunur, halbuki belə yox, elədir və s. İnşallah ki, bu mövzuya da mən bir gün toxunacam ki, Elşad Miri bu məsələdə də yalan danışır, səhvlərə yol verir, iftiralar atır. Və dediyim kimi, düzdür, mağarada o ikinci şəxsin kim olduğu İslamın özəyi deyil, vacib olan bir məsələ deyil. Lakin biz müsəlman olaraq, yaxşı olmazmı ki, bilək ki, görək biz Uca Allahın Rəsulü Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və səlləmi tək qoymayaraq, onunla birgə o təhlükəyə özünü ataraq, hicrət eləyən, mağarada gizlənən və onun sadiq dostu kim idi? Əlbəttə ki, biz bunu yalnız hədislə bilərik. Digərinin Peyğəmbər deyil, Əbu Bəkir olduğunu necə başa düşəcəyik? Quran bunu izah eləyir. Necə? Quran bunu digər ayələr izah eləyir. Baxın, Qurani-Kərim... Bəs hədis deyirlər ki, ona görə lazımdır ki, deyilən şəxs Əbu Bəkirdir. Mənim üçün o maraqlı deyil. Maraqlı deyil, bəli. Niyə? Çünki... Maraqlı deyilsə bizə, onu niyə Allah da Quran-Kərimə salır? Əfkar-ı üçün bu maraqlı olmalı deyil. Bu spesialistin işi. Danışın. Mütəxəssis bilməlidir onu, bitdi. Deməli, bəs demirsiniz, Quran hamı üçündür. Necə? Siz artıq mütəxəssis qavramı yaradırsınızsa, deməli, ayrıca bir institusionallaşdırma yaradırsınız. Mən 30-cu əsrdə adam, Quranı oxuyuram, birinin orada bəhs edilən, oradakı bəhs edilən şəxsin birinin Peyğəmbər olduğuna mən inanıram və digərinin də deyir sizə önəmli deyil. Önəmli deyilsə Allah təala onu Qurana niyə salıb? Və yaxud da ki, mən bilmək istəyirəm ki, o ikinci adam kimdir? Bəli, indi bir şey deyim. Mən necə hədis və tarix, siyer falan olmayandan sonra onu necə başa düşəcəyik? Hansı ki, biz Allah Rəsuluna sallallahu aleyhi və səlləmə onun İslamı yaymasında köməyi olanlara, malı ilə, canı ilə dəstək olanlara biz onların da adlarını bilməliyik ki, onların həyatlarını bilməliyik ki, onları da biz özümüzə nümunə götürək, onların yolu ilə gedək. Necə ki, Uca Allah Quran-Kərimdə bir çox ayələrdə bizi məhz həmin o möminlərin yolu ilə getməyi bizə əmr eləyir və tövsiyə eləyir. Ona görə də Turan bəy çox gözəl vurğuladı ki, hədisə inanmırıqsa, o ikinci şəxsin kim olduğu bizə məlum olmaz və həqiqətən də belədir.